Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda tort şəklində qəlyanaltı hazırlamışam və bunun hazırlanmasını sizinlə paylaşıram. Çox dadlı qəlyanaltıdır, indi keçək hazırlanmasına. Əvvəlcə qəlyanaltının yuxasını hazırlayıram. Bunun üçün ərzaq qabına 4 ədəd sındırdığım yumurtanı, çay qaşığının 1/3 qədər duz əlavə edirəm. Bunları mikserlə qarışdırıram. Tam ağarıb köpüklənənə qədər mikserlə yaxşı-yaxşı qarışdırıram. Yumurtalı qarışıma 3 xörək qaşığı da xama əlavə edirəm. 1 çay qaşığı qabartma tozu, 4 dolu xörək qaşığı da un əlavə edirəm. 1 ədəd orta boy yerkökün sürtkəci xırda gözündən keçirtmişəm, onu da qaba əlavə edirəm. Ədvalardan qara istiyot, az pul biber əlavə edirəm. Siz istədiyiniz ədvanı əlavə edə bilərsiniz. Bunları da mikserlə biraz qarışdırıram. Bişirəcəyim formanın içərisinə yağlı kağız sərmişəm. Bişəndən sonra yapışmasın deyə kağızın üstünə də 1 xörək qaşığı bitki yağı əlavə edirəm. Onu da kağızın üstünə hər yerinə fırça ilə yayıram. Yumurtalı qarışımın hamısını formaya boşaldıram. Qeyd edeyim ki, formanın ölçüsü 32-nin 28-ədir. Spatula ilə içinə yayıram. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 15-20 dəqiqə arası pişirirəm. Bu arada içliyi hazırlayıram. İçlik üçün ərzaqları öncədən pişirib doğramışam. Pişirdiyim toyuq ətini ərzaq qabına əlavə edirəm. Üzərindən doğradığım pomidoru əlavə edirəm. Duzlu xiyarı əlavə edirəm. Kartofu, üzərindən də doğradığım göyərtini əlavə edirəm. 1 dolu xörək qaşığı da mayonez əlavə edib bunları yaxşı-yaxşı qarışdırıram. Xiyar duzlu olduğu üçün duz əlavə eləmədim, amma istəyə görə duz, istənilən ədvanı əlavə eləyə bilərsiniz. Qəlyanaltı üçün hazırladığım yuxam artıq pişib, sobadan çıxartmışam. Üstü az qızarıb, kənarlarını qızarmış hissələrini bıçaqla kəsib çıxardıram. Onları ovuntu halına gətirib kənarlarını bəzəyəcəm. Yuxanı 2 bərabər hissəyə bölürəm. Gördüyünüz kimi altı da çox yaxşı pişib, çox yaxşı qızarıb. Mayonezi sıxma torbasına yığmışam. Kəsdiyim yuxalardan birinin üzərinə mayonezlə xətlər çəkirəm. Hazırladığım içliyi yuxanın üstünə əlavə edirəm hamısını. Qəlyanaltının reseptini videomun açıqlama bölümündə qeyd etmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Çəngəllə üstünə yayıram. Kənarların düz olması üçün bıçaqla kənarlarını düzəldirəm. Bu şəkildə hazırlayandan sonra yenə üzərindən mayonezlə xətlər çəkirəm. İkinci yuxanı da, onu da qızarmış üzünü üstə çevirirəm. İçliyin üstündən yerləşdirirəm. Açıq qalan yan hissələri videoda göstərdiyim kimi mayonez çəkirəm hər yerinə. Yanlarına üstünü mayonez çəkirəm. Süfrəyə verəndə qəlyanaltı gözəl görünməsi üçün tort kimi bəzəyirəm. Bunun üçün kənardan çıxan kəsikləri robotdan keçirib belə ovuntu halına gətirmişəm. Qəlyanaltının yan hissələrinin gözəl görünməsi üçün ovuntularla örtürəm. Üzərinə xırda-xırda doğradığım qoz ləpəsindən əlavə edirəm. Sonda üzərində mayonezlə xətlər çəkib üstünü bəzəyirəm. Qəlyanaltını bu şəkildə hazırlayıram. 1 saat gözlətdikdən sonra artıq doğrayıb süfrəyə vermək olar. Çox gözəl qəlyanaltıdır. İstər görünüşü, istər dadı çox gözəldir. Süfrəyə verəndə istənilən şəkildə doğramaq olar. Paxlava şəklində, mən kvadrat şəklində doğrayıram. Əvvəlcə xırda parçalara kəsirəm, sonra uzun sov şəkildə 3 hissəyə bölürəm. Qəlyanaltını istənilən fərqli işliklərlə də hazırlamaq olar. Çox dadlı olur. Bişirdiyim yuxada çox yumşaq, dadlı olur. Gördüyünüz kimi belə gözəl qəlyanaltı alınır. Hazırlayanlara öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün isə öz təşəkkürümü bildirirəm.
videomuzu beğenmeyi, eğer abone değilsinizsə abone olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.